Salam, hər vaxtınız xeyir olsun, məni dinləyənlər. Mən buradan müraciət edirəm Əmək Müfəttişliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna. Özüm Sumqayıt Region Qaz İstismar sahəsində, Sumqayıt Region Qaz İstismar sahəsində 104 çağrı mərkəzində işləyirəm. 2 vəzifə aparılır, lakin birinin pulu verilir, həm şoför, həm çilingər. Bununla bağlı aidiyyatı orqanlara bildirirəm ki, Sumqayıt Region Qaz İdarəsində özbaşınalıq baş alıb gedir. Dəfələrlə müraciət eləmişəm. Korrupsiyadır, pulla alırlar, pulla götürürlər. Hər şey bura qaz idarəsi yox, biznes ocağıdır. Yəni, bəzi məmurlar 2000, 3000, 5000 maaş alırlar. Buna baxmayaraq, qaz xəttləri qeyri-qanuni çəkirlər. Qaz xəttlərindən keçidlər verirlər, yəni araşdırsalar bilərlər də. Çox güman ki, bundan Azərqazın da xəbəri var. Azər müəllimin özündə xəbəri var. Çünki xəbəri olmasa bu işi görə bilməzlər. Cahid deyirlər, Cahidin də xəbəri var. Kadrlar şöbəsinin rəisinin də xəbəri var. İşə götürürlər, işdən kim istəyirlər çıxardırlar, kim istəyirlər, hara istəyirlər gətirirlər. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfi, mən müraciət edirəm, gələn yəni İsmindən bu məsələyə mən öz şəxsi fikrimi bildirəcəm. Lazım olsa da getməyəcəm. Yəni bunun haqqda məni günahlandırsalar, yəni Əmək Müfəttişliyinin də xəbəri olsun, Baş Prokurorluğundan xəbəri olsun, Dövlət Təhlükəsizlik Xidmətinin də xəbəri olsun, dinin də, Daxili İşlər Nazirliyinin əməkdaşlarının da, Daxili İşlər Nazirliyinin də xəbəri, yəni müraciət edirəm, hamısı bilsin. Qeyri-qanuni yerlərə bizi göndərirlər, rejimlər deyirlər, o şöbənin işçilərinin yerinə bizi göndərirlər, şkafları təmir edir. Bilmirsən, bir sözlə Sumqayıt Region Qaz İdarəsində özbaşınalıq başarıb gedib. Kimi hara gəldi, kimin yeyinti olsun, özləri yeyir, dağıdır, bizi də hara gəldi, buyururlar. Qeyri-qanunu, mən xahiş edirəm, Əmək Müfəttişliyindən buyursun, gəlsin Sumqayıt Region Qaz İdarəsinə, şəxsən mən Zahidov Ruslan Rahidovunu da çağırsınlar. Mənim kimi orada neçə dənə işçi var, onlar da hamısını çağırsınlar, dindirsinlər. Qeyri-qanuni işlərə bizi göndərməsinlər. Sabah gelib orada mənim başıma bir iş gəlsə, kim məsuliyyət daşıyacaq? Sizdən xahiş edirəm, adını çəkdiyim orqanlar, xahiş edirəm, nəzarətə götürün. Süpü, Sumqayıt şəhər Region Baş İdarəsinin rəisi heç kimdən belə qorxmur da, çəkinmir də, hamısının patentini verir, oturub işləyir. Bu da birbaşa Azərbaycan Respublikasının prezidentinə xəyanət deməkdir. Bilmirəm, bu kimin adamıdır. Yəqin ki, çox güman ki, Ramiz Mehdiyevin adamı ola bilər. Başqa kimin adamı ola bilər ki? Bunu da o vaxtda yəqin daydarların yerləşdirib vəzifəyə indi Sumqayıt Region Qaz İdarəsində at oynadır. Çox sağ olun, var olun. Xahiş edirəm, qulaq asısından sonra paylaşın ki, cənablarım qarşısına çıxıb vaxtında buna tədbir görsünlər. Çox sağ olun, minnətdaram.